Hər vaxtınız xeyir olsun. Xanımlardan bir xahişim olacaq. Amma gülməyin mənə. Çünki mən indi bacarmıram da, yəni təxmini bilirəm, amma bacarmıram. Bilinçik pişirmək istəyirəm. Birdən nəsə yuxudan oyandım. Anam həmişə bilinçik pişirirdi. Ya da kaşa pişirəndə, südlü sıyıq pişirəndə onun qoxusuna oyanırdım da. Nəsə bugün səhər-səhər oyananda elə burnuma gəldi, yəqin qonşuda pişirirlər. O həmişə deyir, anam pişirib mən yemişəm. Və baxdım ki, soyuducuda qatıq var, un var, yumurta var, biraz da kişmiş var. Yağ təbii ki. Amma ardıcıllıq yadından çıxıb. İnternetdə axtarış verirəm. Amma hərəsi bir dənə resept verir də orada. Mənim əlimdə olan ərzaqlardan bilinçik pişirə bilərəm, yoxsa yox. Onu bilmirəm. Xahiş edirəm, orada yazmayın ki, buna bax, yekə adamdır, bilmir pişirməyi, arvad demirəm, çünki arvad sözünü demək olmaz. Mən bilirsiniz ki, yəni evdə tapılmamışam da, yəni evdar xanım olmamışam. Maalesef evdar xanımla da hörmətimiz var. Evdar xanım olsaydım əzbər bilərdim. Təəssüflər olsun ki, mən ancaq işimlə əlaqədar ancaq çöllərdə olmuşam. Nəysə, bilinçik pişirmək istəyirəm. Əlində olan ərzaqlar təkrarlayıram. Qatıqdır, undur, yumurtadır, yağ, kişmiş. Rəylərdə yazın, xahiş edirəm. Çünki anamın pişirdiyi bilinçikdən istəyirəm. Onun kimi bacarmasam da, amma qoxusu gəlir.